Vaxtınız xeyir olsun. Demək, Facebook sosial şəbəkəsində qarşıma Bərdəlan Şuralı orta məktəbin səhifəsi çıxdı. Demək, orada keçirdikləri tədbirlərin, səhifə keçirdikləri dərsləri paylaşıblar. Həmin fotolara bir vətəndaş olaraq baxanda mənim ürəyim ağrıdı. Ona görə ki, bir anlıq yadımı bizim uşaq vaxtı bir günə vardı, baxırdıq Çalıquşda, orada sinifdə bir dərs keçirlər. Həmin epizod yadıma düşdü. Beyli, bala, bula, bumbur, beyli, bap, bop, caceyli, cala, cula, cumbur, ceyli, cap, cap, dade. Oradakı uşaqlar nə zulüm çəkir. Hansı zəmanədir ki, o məktəbdə bugün odun sobaları yandırılır. Hansı gözdəki taxta döşəmənin üstündə hər an köz düşə bilər, bir yanğın baş verir və xoşagəlməz anlar yaşanır. İkinci, ondan əlavə fotolarda baxırıq ki, pəncərələr plyonkalarla tutulur. Qapılarda yamaqlar, sinif otaqlarının qapılarında. Qapıların arası aralı. Orada o otaqda nə qədər peş yanırsa yandır, nə istəyir ola bilər. Divarlar sinifin pis gündə, çirkli, fasadı qopuq, nə bilim, sıvağı qopuq, bərbad bir vəziyyət. Taxta döşəmələr çürüyübdür, böyük dəliklər açılır. Həqiqətən də biabırçılıqdır. Bir regional idarəni dəvət edirəm. Təhsil nazirini bir dəvət edirəm. Bir gəlsin həmin məktəbə bir baxsın. Görsün ki, həmin məktəb necə acınacaqlıdır. Hələ çöldən onun görmüşün görəsiniz. Bərbad bir vəziyyət. Çox pis vəziyyətdə o məktəbdə. Xahiş edirəm bunu nəzərə alasınız. Sağ olun, təşəkkür edirəm.